Əziz qardaşlar, dəyərli müsəlmanlar, xutbəmin girişində oxuduğum hədis-i şərifdə Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, hər bir müsəlmanın üzərinə halal ruzu əldə etmək fərzdir. Yəni, necə ki, namaz qılmaq bizim üzərimizə fərzdir, oruç tutmaq, zəkat vermək hər bir müsəlmanın üzərinə fərz olduğu kimi, halal ruzu arxasıca getmək də hər birimizin üzərinə fərzdir. Elə bir zamanda yaşayırıq ki, artıq halal haram bir-birinə qarışmış vəziyyətdədir. Lakin bizim belə bir söz deməyə heç bir haqqımız yoxdur ki, biz belə bir zamanda yaradılmışıq, biz nə edə bilərik? Çünki Allah Teala bu dini bizlər üçün nazil edib və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də bu dini bizə gözəl bir şəkildə açıqlamışdır. Allah Rəsulü başqa bir hədisdə buyurur ki, halal açıq aydın bəllidir, haram da açıq aydın bəllidir. Lakin bu ikisinin arasında olan və bir çox insanların da bilmədiyi bəzi şübhəli şeylər vardır. Bəli, elə şeylər vardır ki, bir müsəlman onun hökmünü bilmir, onun üçün şübhəlidir. Belə olduğu halda bir müsəlman necə davranmalıdır? Allah Rəsulü hədisin davamında bizə buyurur ki, bir müsəlmanın şübhəli şeylərdən uzaq durması onun dinini və heysiyyatını qorumağından irəli gəlir. Kim də şübhəli şeylərin ətrafında gəzərsə, harama düşər. Allah Rəsulü haramdan uzaq durarsa buyurmur, şübhəli şeylərdən uzaq durarsa. Demək ki, biz bilirik ki, məsələn, bankdan kredit götürmək bir müsəlman üçün haramdır. Allah Rəsulü bundan danışmır. Və ya zina etmək, domuz əti yemək, müsəlmanın qeybətini etmək, bunlar haramdır, bunlar bəllidir. Allah Rəsulü şübhəli şeylərdən uzaq durmaqdan danışır. Məsələn, filan kəsi edərkən gördüm, filan kəslər də bunu edirdi və ya filan imam da bunu etdiyini bilirəm demək keçərli deyil, əziz qardaşlar. Əgər bir məsələdə o məsələ bizlər üçün şübhəlidirsə, o məsələdə bizə şübhəli məqamlar varsa, bir müsəlmanın belə şeylərdən uzaq durması onun dininə görə fərzdir, əksi isə haramdır. Ümumiyyətlə, bir müsəlman halal məsələlərini öyrənməyə, təhsil etməyə çalışmalı əlbəttə ki. Məsələn, hər kəs öz sahəsinə uyğun məsələləri öyrənməlidir, bilməlidir. Bir ticarətçidirsə, o ticarətə aid olan hökmləri bilməlidir. Əgər mən ticarətlə məşğul deyirəmsə, bu mənim üzərimə bugün fərz deyil. Həzrət Ömər radiyallahu anhın xəlifəliyi dövründə o bazarları gəzərdi və bir əsnafın yanına yaxınlaşardı, satıcıdan, ticarətin hökmlərini bilib-bilmədiyini soruşardı. Əgər hər hansı biri bilməzdisə, onun sinəsinə yumruğu vuraraq, çıx bizim bazarımızdan, sən bura haram yeməyə mi gəldin, deyərdi. Bəli, demək ki, dəyərli qardaşlar, dinimizin halal və haram məsələlərinə dair hökmləri bilməliyik. Şübhəli olduğu məqamlarda isə uzaq durmağa çalışmalıyıq ki, evimizə halal ruzu apara bilək. Bu bir həqiqətdir ki, halal yeməyən halal davrana bilməz. Yəni, yediyimiz şeylər birbaşa bizim əməllərimizə yansıyır. Bir gün bir səhabə Allah Rəsulü sallallahu aleyhi və səlləmin yanına gəlir və deyir ki, ya Rəsulullah, əməllərimə sahib çıxa bilmirəm, danışığıma sahib çıxa bilmirəm, bəzən müsəlman qardaşlarımın xətrinə dəyirəm, onları incidirəm, nə edim ya Rəsulullah? Allah Rəsulü bilirsiniz ona nə cavab verir? Buyurur ki, yediklərinə diqqət et. Haram şeylərlə bəslənən insanın əzaları sahibinə qarşı üsyankar olar. Bəli, yediyimiz şeylərin birbaşa əməllərimizə də təsiri vardır. Bəzən müsəlman domuz əti haramdır, ondan uzaq durar, ona çiginər, heç bir zaman yaxın durmaz, amma müsəlman qardaşının haqqına girər, buna görə narahat olmaz. Müsəlman qardaşını incidər, ona görə narahat olmaz. Halbuki bir müsəlman qardaşının haqqına girmək domuz əti yeməkdən daha böyük bir günahdır. Bir gün Sa'd bin Əbi Vaqqas radiyallahu anh Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə deyir ki, ya Rəsulullah, dua et ki, dualarım qəbul olsun. Allah Rəsulü Sa'd bin Əbi Vaqqasa adətən dayı deyə çağırardı onu. Deyir ki, dayım, mən sənə dua edəcəyəm, sən də yediklərinə diqqət et. Demək ki, dualarımızın qəbul olmasının başlıca səbəblərindən biri də yediyimiz o halal ruzuya bağlıdır.
Peyğəmbərimiz sallallahu aleyhi və səlləm halal ruzu məsələsində olduqca ciddi idi və əshabını da bu cür tərbiyə edirdi. Hətta ən kiçik uşaqlardan belə bu şəkildə tərbiyə etməyə başlayır. Bu şəkildə tərbiyə edirdi. Məsələn, Həzrəti Hüseyin radiyallahu anh hələ 2 yaşında ikən Peyğəmbərimiz görür ki, o bir xurmanı ağzına aparır, dərhal ona at verir deyir. Allah Rasulü 2 yaşındakı bir uşağa görürsən, nə üçün belə bu şəkillər ciddi yanaşır? Hətta Peyğəmbərimiz əlini onun ağzına salır və o çeynəmiş olduğu xurmanı ağzından çıxararaq yerə atır. Sahabə soruşur, ya Rasulullah, nə üçün belə etdin? Peyğəmbərimiz də buyurur ki, bizim evimizə sədəqə xurmaları da gəlir, zəkat xurmaları da gəlir. Zəkat xurması olmağından ehtiyat elədim. Çünki mənə və əhl-i beytimə zəkat haramdır. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem o qədər ciddi yanaşardı. Yəni, kiçik yaşlardan belə halal ruzu məsələsinə diqqət edərdi. Allah Rasulü nəinki Peyğəmbərlik dönəmində, hətta nübüvvətdən öncə də halal haram məsələlərinə diqqətli idi. Məsələn, Həzrəti Əli radiyallahu anh bir gün soruşur ki, ya Rasulullah, sən cahiliyyə dövründə bütlərə ibadət etdinmi? Peyğəmbərimiz buyurur ki, əsla. Yenə Həzrəti Əli təkrar soruşur ki, ya Rasulullah, sən cahiliyyə dövründə içki içdinmi? Peyğəmbərimiz buyurur ki, əsla. Qureyşin etdiyi, Allahın haram buyurduğu heç bir şey etmədim. Allah Rasulü 40 il Qureyş, müşrik Qureyşlərin arasında yaşadı, amma onların işlədiyi haramları Peyğəmbərimiz işləmədi. Biri deyə bilər ki, o Allahın Peyğəmbəri idi, Allah onu qoruyurdu, biz nə edə bilərik? Əgər əziz qardaşlar, Allah Taala bizləri də qoruyacağını söyləyir. Əgər biz Allaha qarşı təqvalı olarıqsa, yəni Allahdan həqiqi mənada qorxarıqsa, imtahanlarla üzləşdiyimiz zaman təqva bizim üçün qalxan olar və bizi bu günahlara qarşı qoruyar. Dəyərli qardaşlar, dəstəmazsız namaz olmadığı kimi halal olmayan şeylərlə bir müsəlmanın bəslənməsi mümkün deyildir. Həyatın dəstəmazı halal qidadır, əziz qardaşlar. Yəni, həyatımızın paçlığı halal ruzuya bağlıdır. Bir müsəlman daim halal ruzu arxasında getməlidir. Ya biz bilirik ki, dəstəmazsız bir insanın namazı olarmı? Bəli, fövqəladə hallarda mümkündür. Haram qida da bunun kimidir. Şiddətli xəstəliklə üzrə olarsansa, başqa bir çarə olmazsa və ya ölümlə üzrə olarsansa, belə hallarda dinimiz caiz görür, icazəli görür. Biz şeytanı adətən hacıların şeytana daş atdığı yerdə axtarıq. Halbuki şeytan bizim əməllərimizdə də, əziz qardaşlar. Əgər biz, məsələn, içki məclisində oturmuşuqsa, içki süfrəmizdə içki olmasa belə, o məclisdə əgər içki varsa, bizim şeytan hardadır deyə axtarmağımız əlbəttə ki, məntiqsizdir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir gün bir qızcığaz əlini bəsmələsiz süfrəyə uzatdığı üçün dərhal əlindən tutur və deyir ki, şeytanın əlini tutdum. Halbuki qız şeytan deyil və onun əli də şeytanın əli deyil. Amma Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bununla nə demək istəyir? Yəni, şeytan o qızın əli vasitəsilə süfrəyə daxil olmaq istəyir. Peyğəmbərimiz onu bu şəkildə xəbərdar edir. Necə ki, Allahın rızasını biz səcdədə axtarırıq, əziz qardaşlar. Eyni zamanda halal ruzuda da Allahın rızasını axtarmalıyıq. Haram şeylərdə isə şeytanın əli olduğunu bilməliyik. Haram qidadan uzaq durub halal qidaya meyl etdiyimiz kimi övladlarımızı da bu şəkildə tərbiyə etməyə çalışmalıyıq, dəyərli qardaşlar. Onların da halal ruzu arxasında getməsinə şərait yaratmalıyıq. Məsələn, övladımıza zəhərli bir şey verə bilərikmi? Onlara bu şəkildə bunu aşılamalıyıq ki, yəni haram zəhərə bərabər bir şeydir. Qiyamət günü Allah Taala övladlarımızın namazından bizə soruşduğu kimi, onların eyni zamanda ağzına atdığı hər bir loxmadan ötürü də bizi Allah Taala sorğu-suala çəkəcəkdir. Əslində bu asan bir məsələdir, işin asan yönüdür. Sən evə halal gətirəcəksən, o da halal yeyəcək. Amma sən övladını elə yetişdirməlisən ki, sən olmadıqda da Allahın hər zaman gördüyünü, Allahın şahid olduğunu bilməlidir.
müxtəlif təlqinlər arasında olduqda belə harama yox deyə bilməlidir. Çünki insan bir gün azlığa dözə bilər, amma bir dəqiqə belə cəhənnəmin əzabına dözə bilməz. İnsan bəzən yediyi yeməklərdən bədəndə allergiya meydana gəlir. Bütün bədəni səfir, yaralar əmələ gəlir. Haram qidalar da belədir, qardaşlar. Əgər təqva kremi ilə onu sıvazlamasaq, təmizləməsək, o yara sarıyar bir mömini və müsəlman üçün böyük bir günah olar. Bəzən haram yolla əldə olan şeyləri kanalizasiya xərci üçün xərclədim deyir. Halbuki bu işi özü üçün görür. Kimi aldadırsan? Yəni sən bir növ sağ cibindən sol cibinə qoymuş olursan. İnsan adətən halal yolla qazandığı şeyləri xeyir işlərə xərcləyir. Haram yolla əldə etdiyi şeyləri adətən o haram şeylərə xərcləmək ona nəsib olur. Bu dediyim bir həqiqət olduğunu bir hadisə ilə sizə bildirmək istəyirəm, dəyərli qardaşlar. Əbu Abbas Nihavəndi Həzrətlərinin yanına bir gün bir tələbəsi gəlir, zəngin tələbəsi gəlir və deyir ki, ey ustadım, mən zəkatımı kasıb bir insana vermək istəyirəm. Ən kasıb kimdirsə ona vermək istəyirəm. Kimə verim? Ustad da deyir ki, sən kimə məsləhət bilirsənsə ona. Ən kasıb insanı axtar, tap, ona verə bilərsən. O da gedir və yolda qarşısına bir kör bir insan çıxır. Fikirləşir ki, elə ən ehtiyac sahibi budur, elə düz tapmışam və zəkatını həmin şəxsə verir. Sabahsı gün eyni yoldan keçərkən baxır, görür ki, yanında başqa bir kör onu ilə söhbət edir və deyir ki, dünən bir nəfər mənə bir pul verdi, böyük məbləğdə pul verdi və mən də onu apardım, meyxanədə xərclədim. Həmin adam çox məyus olur və deyir ki, mən Allah yolunda zəkat verdim buna, bu isə mənim pulumu, o zəkat pulunu gedib meyxanada içkiyə sərf etdi. Gəlib ustadına danışır, ustad da deyir ki, yaxşı sən indi belə elə, bu da mənim zəkat pulum, bunu apar, ilk qarşına çıxan kim olacaqsa ona verərsən. O da götürür zəkatı, qarşısına ilk çıxan olan bir boylu buxunlu bir gənc zəkatını ona verir və onu təqib edir, görürsən bu necə edəcək bu pulu. Baxır, görür ki, bir zibilliyə yaxınlaşdı və o pulu o cibindən bir ölmüş quşu çıxardır və zibilliyə tulluyur. Və çox təəccüblənir, maraqla həmin adama dərhal yaxınlaşır və soruşur ki, Allah rizasını söylə görün bu nə deməkdir? Bunu nə üçün belə etdin? O da deyir ki, vallahi övladlarım günlərdə azdır, nə qədər axtardım, halal ruzu tapa bilmədim və məcbur oldum ki, bunu uşaqlarımı yedirim. Allah səndən razı olsun ki, sən bu pulu mənə verdin. Artıq bu quşa ehtiyacım yoxdur deyib zibilliyə tulladım. Olanları gəlib ustadına danışır. Ustad da deyir ki, demək ki, sən verdiyin sədəqəni, verdiyin zəkatın kimə verdiyini düşündün, ən kasıb adama verəcəyini düşündün, amma sənə gələn pulun hardan gəldiyinə, haram yolla əldə etdiyinə diqqət etmədin. İnsan adətən aldığı haramdırsa, demək ki, ona adətən haram yollara xərcləmək ona nəsib olur. Əziz qardaşlar, ümumiyyətlə İslam dini təsadüflərə bağlı bir sistem deyildir. Dinimiz o qədər mükəmməl bir dindir ki, məsələn, bizim sağlamlığımız belə təsadüflərə bağlı deyil ki, dinimiz bu qədər mükəmməl bir dinimiz təsadüflərə bağlı olsun. Aldığımız nəfəs belə təsadüflərə bağlı deyilkən, mükəmməl dinimiz, Allahın göndərdiyi bir din belə təsadüflərə bağlı deyildir. Necə ki, həyatımızın bir məsuliyyəti vardır, dinimizin də bizim üzərimizdəki məsuliyyəti vardır. Daim halal ruzu arxasında getməyə çalışmalıyıq, haramdan uzaq olmağa çalışmalıyıq. Allah Teala bizləri daim halal ruzu arxasında gedən, haramdan uzaq olan qullarından etsin. Övladlarımızı da bu ruhda tərbiyə edə bilmək Allah Teala nəsib etsin. Rəbbim bizləri hər zaman haqqı haqq görüb, onun arxasında gedə bilməyi, batili batil görüb, ondan çəkinə bilməyi nəsib etsin. Amin.